Salam, xoş gördük hər birinizi. Bugün Məmməd Sər Şəhriyarın Türkün dili şeirinin izahını verəcəm. Qısa və konkret. Yəni istəmirəm uzun olsun ki, sizin üçün də rahat olsun. Bilirik ki, Məmməd Hüseyn Şəhriyar yaradıcılığa lirik şeirlərlə başlayıb, əsərlərini lirik və epik növdə yazıb. Həm əruz, həm heca vəznində yazıb, Azərbaycan fars dillərində yazıb. Yalnız nəzmlə yazıb, nəsrlə əsəri yoxdur. Müxtəlif şeir rivayətlərindən də istifadə edib və farsça şeirlərinə görə o zaman zamanəsinin hafizi hesab olunurdu və onun ən məşhur şeirlərindən biri olan Türkün dili şeirinə baxacağıq bugün. Türkün dili. Deməli, Türkün dili şeirin əvvəlcə oxuyum, sonra keçək təhlilə. Türkün dili tək sevgili, istəkli dil olmaz. Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz. Öz ləfsini farsa, ərəbə qatmasa şair, şeirin oxuyanlar, eşidənlər kəsil olmaz. Şeirin gərək ehsas ilə riqqətlə qarışsın, kənd əhli bilir ki, doşabsız xəşil olmaz. Məndən də nə zalım çıxar oğlum, nə qisasçı, bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Ötməz oxumaz bülbülü salsan qəfəs içrə, dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz. Sözlər də cəvahir kimidir əsli bədəldən, təşxiş verən olsa bu qədər zirzibil olmaz. Şair ola bilməzsən anan doğmasa şair, missən abalam hər sarı köynək qızıl olmaz. İnsan odur tutsun bu zəlil xalqın əlindən, Allahı sevərsənsə bu insan zəlil olmaz. Millət qəmi olsa bu çocuklar çöpə dönməz, ərbablarımızdan da qarınlar təbil olmaz. Fars şairi çox sözlərini bizdən aparmış, Sabir kimi bir süfrəli şair pəxil olmaz. Türkün məsəli folkloru dünyada təkdir, xan yorğanı kənd içrə məsəldir, mitil olmaz. Bu Şəhriyarın təbi kimi çinməli çeşmə, Kövsər ola bilsə, demirəm səlsəbil olmaz. Deməli, şeir lirik növdədir, 12 beytdən ibarətdir, qəzəl janrıdır. Bilirik ki, qəzəldə birinci beyt A qafiyələnir. Yəni, hər ikisində A olur, sonra isə B, A, C, A bu şəkildə davam eləyir. Olmaz sözü burada rədifdir. Ana dilimizin sıxışdırıldığı, qadağan edildiyi bir dövrdə qələmə alınmışdır və şeirin ideyasında var ki, türk dili calaq sevmir, onu başqa dilə qatmaq olmaz. Əsərdə şair fikrini üstü örtülü şəkildə ifadə etmir. Bax, yadda qalsın, testlərdə düşür ki, bəzi testlərdə üstü örtülü şəkildə ifadə edir. Xeyr, üstü örtülü şəkildə ifadə etmir. Burada türkün məsəli ifadəsi zərbi məsəl mənasındadır və şifahi xalq ədəbiyyatı nəzərdə tutulur. Satirik şairimiz Mirzə Ələkbər Sabirin adı çəkilir. Bayaq da qeyd elədiyim kimi, yəni orada deyir ki, Sabir kimi bir süfrəli şair pəxil olmaz. Ciddi mətləblərə toxunulub və eyni zamanda onların həlli yolları da göstərilib. Əsərdə türk folklorundan da söz açılır. Folklor, yəni şifahi xalq ədəbiyyatı deməkdir. Əsərin lirik qəhrəmanı elə müəllifin özüdür. Burada Kövsər, bir də Səlsəbil, bunlar cənnətdə bulaqlardır. Yəni, Kövsər də bulaqdır, Səlsəbil də. Sadəcə Səlsəbil Kövsərdən daha məşhur bulaqdır. Ona görə də deyir ki, Kövsər ola bilər, demirəm, amma Səlsəbilə çata bilməz yəni. Şair bildirir ki, şairlik anadan gəlmə bir xüsusiyyətdir. Bəli, nə deyir orada? Deyir ki, şair ola bilməzsən əgər anan doğmasa şair, missən abalam hər sarı köynək qızıl olmaz. Yəni, bu şairliyin anadan gəlmə bir xüsusiyyət olduğunu dilə gətirir. Fars şair də deyir, Fars şairləri bir çox sözlərini də bizdən aparmışdır. Belə hesab eləyir, yəni Azərbaycan ədəbiyyatını daha zəngin hesab eləyir. Sözləri də cəvahirə bənzədir və burada təşbih yaradıb. Cəvahir kimidir deyir, yəni bədii təsvir vasitəsi olan təşbihdən istifadə edib. Şeirdə istifadə olunan bəzi sözlər var. Məsələn, ləfs var orada, bu söz deməkdir. Qəzil var, keçi tükü deməkdir. Ehsas hiss etmək deməkdir. Riqqət, şəfqət deməkdir. Həmil, əhliləşdirmək deməkdir. Eyni zamanda orada mitil var. Bu da dağılmış köhnə yorğan döşək mənasındadır.
Sonra orada təşxis var, təyin etmə deməkdir, kəsir, yorğun, əzgin deməkdir. Və bu şeirin də, Türkün dili şeirində Azərbaycan ədəbiyyatında xüsusi mövqeyi olan şeirlərdən biridir. Gözəl şəkildə yazılıb, çox axıcıdır. İnanıram ki, sizin üçün faydalı oldu. Kanala abunə olmağı və şərh yazmağı unutmayın. Bir daha hər birinizə təşəkkür edirəm.